Salamlar, hamınızı xoş gördük. Bugün biz sizinlə çox maraqlı bir iş görmək niyyətindəyik. Bildiyiniz kimi biz bu həftə sizinlə oksigen yarımqrup elementlərini, yəni oksigen, kükürt, selen, tellur və polonium öyrəndik və bu elementlər haqqında real təsəvvürə sahib olmaq üçün düşündüm ki, bu elementlər haqqında hazırlanmış videoları ingilis dilindən izləyib sinxron tərcümə etmək bəlkə də bizim üçün faydalı ola bilər. Video çox uzanmasın deyə elə ilk olaraq oksigenden başlamaq istəyirəm. Bir-bir biz bu videoları izləyib bir digər elementə keçəcəyik. Mən bütün ekrana verirəm və sizin rahat görməyiniz üçün görüntünü də bir qədər keyfiyyətini artırırım. 360 maksimumuymuş, yəni olsun. Belə, indi isə biz başlayaq. Mən təbii ki, tərcümələrdə sinxron şəkildə köməklik göstərəcəm. Deməli, hal-hazırda burada nə baş verir? Deməli, professorumuz mühazirə keçir və həmin mühazirədə o bizə nümayiş elətdirəcək oksigeni də təbii ki. Deyir, oksigen molekulunun deyir bölünməmiş elektronu var, elektron cütü var və bu gördüyünüz oksigendir, maya oksigen termosun içərisində. Burada bir dəmir qab qoyulub və həmin dəmir qabın içərisində indi maraqlı bir reaksiya aparmaq fikirləri var. Bəli. Çox oksidləşdirici və çox reaktivdir və bu da pambıqdır. Bəli, həmin o pambıq istifadə etdiyiniz evdə. Oksigen maraqlı elementdir çünki deyir oksigenin deyir iki forması var. Mən həm qulaq asarsa həm danışanda biraz diskomfort yaranır deyə. Oksigenin deyir iki forması var və bunların biri O2, biri O3'dür. Bunları siz də tanıyırsınız. Və O2 təbii ki oksigen adlanır, O3 isə ozon adlanır və bucaq quruluşuna malikdir. Deyir oksigenin deyir bölünməmiş elektron cütü var və bunun sayəsində oksigen rənglidir. Mavi rəngdə. Deyir, bir çox kimyaçı üçün bu qorxulu ola bilər, maya oksigenin göy rəngini görmək. Çünki çox reaktivdir. Deyir, əgər nəzarətdən kənarda siz maya oksigen almısınızsa, həqiqətən təhlükəli ola bilər. Which is a test tube on a piece of string. What we're going to do is put some liquid nitrogen in here. Və həmin sınaq şüşəsinə hal-hazırda maya oksigen əlavə edilir bir miqdar. You can see liquid nitrogen, well you may not see, is colorless. Okay? So this is liquid nitrogen. Və əlindəki maqnitdir. İndi maqniti yaxınlaşdırdığı zaman açarlarla maqnitin keyfiyyətini yoxlayır və çox möhkəm maqnit olduğunu deyir. Və həmin maqniti yaxınlaşdırırıq maya oksigen olan sınaq şüşəsinə və fikir verirsinizsə heç bir şey baş vermədi. Bəli, indi maya oksigeni hal-hazırda pambığın üzərinə tökürlər və pambığı bir növ maya oksigenlə isladırlar. Bayaq sınaq şüşəsindəki azot idi, nitrogen dedi və indi hal-hazırda oksigenlə həmin prosesi təkrarlayırlar. Və deməli, çubuğun ucundakı alovu da yaxınlaşdırırıq oksigenə, görək nə baş verəcək. Bəli, bayaqki azot idi. Burada isə oksigendir hal-hazırda.
Bəli, gördüyünüz kimi maya oksigen artıq çəkilir. Yəni bayaqki maya azotdan fərqli olaraq maya oksigen maqnit tərəfindən cəlb olunur. Bu da onun paramaqnit xassəli olduğunu göstərir. Yəni maqnitə cəlb olunması. So you can see it really is magnetic. You ready? Hazırsınız deyir və gördünüz ki, yəni normalda atmosfer şəraitində yanmayan pambıq maya oksigen iştirakında necə də tez zamanda alışdı. Ozone is much more reactive than oxygen. So near Ozon deyir oksigendən daha reaktivdir. are at the moment, ozone is really quite dangerous because if you breathe it in, it can start reacting with the any sort of molecule that has bonds between carbon. Deyir atmosferin bizim yaşadığımız hissəsində ozonun olması çox təhlükəlidir. Çünki o üzvü maddələrlə çox asanlıqla birləşə bilir. But in the upper atmosphere, Amma atmosferin yuxarı qatlarında ozone is extremely important ozon çox vacibdir. because it absorbs ultraviolet light that comes from the sun Çünki o günəşdən gələn ultrabənövşəyi şüaları udur and stops this ultraviolet light attacking the molecules in biological species on the surface. yer üzərindəki bioloji species, yəni növlərin deyir bu zərərli şüaların təsirinə məruz qalmasından onları xilas edir. If it wasn't for the ozone in the upper atmosphere, all of us would be, if not dead, certainly Deyir ki, əgər bu hal baş verməsəydi deyir, bizim üçün yer qabığında yaşamaq əldə asan da olmazdı. a piece of tube to the oxygen cylinder, and it's going to fill up this gas jar with oxygen. And we're going to do a really classic experiment, the one that Bəli, indi isə biz çox klassik bir eksperiment aparmağa çalışırıq, hansı ki oksigenin təyinidir. Sınaq şüşəsi deməyək, şüşənin içərisinə bir qədər oksigen doldurduq və biz yanan çubuğu, fikir verirsinizsə, hal-hazırda çubuq yanır. Atmosferdə 21% oksigen var və onun hesabına bu belə yanır və biz onu söndürürük. Fikir verin, atmosfer oksigeni onu təkrar alışdırmağa qadir deyil. Amma indi görün nə olacaq. by putting it into a very oxygen-rich atmosphere. İndi biz onu oksigenlə zəngin atmosferə daxil edəndə o öz-özünə başlayır alışıb yanmağa. Comes back to life. Bəli. It's a test that everyone learns for a Və bilirsiniz ki, deyir, bu közəlmiş çöp təcrübəsidir. oxygen concentration reignites and reinitiates that oxidation of the wood or the burn. Bəli. Deməli, bunun niyə baş verdiyini izah edir. Havadakı 21% oksigenlə alışa bilməyən çubuq daha zəngin oksigen mühitində təbii ki, alışır, yanır. Və beləliklə bu bizim oksigen haqqında videomuz idi. Vaxt itirmədən mən sizi keçirmək istəyirəm növbəti videomuza. Bu videomuz kükürt haqqındadır. Gəlin baxaq videomuza. Biz burada barking dog reaksiyasını aparırıq, yəni hürən it reaksiyasını. Bu reaksiya haqqında bizim kanalda videoda var, ora baxa bilərsiniz. We'll add a match. Və o videoda bu reaksiyanın necə aparıldığı izah olunur. the barking dog experiment was one of the most famous experiments Deyir, hürən it reaksiyası çox məşhur reaksiyalardan biridir. and favorite experiments that was done by my former colleague, Colonel B.D. Shaw. So Neil, Sam, Mənim deyir, keçmiş kolleqam tərəfindən bu reaksiya aparılıb. Kolleqasının adını da deyir. Təbii ki, mən onu tuta bilmədim kim idi. preparing for one of our favorite reactions. It's called the barking dog reaction. This is a reaction Biz deyir, hürən it reaksiyasına hazırlaşırıq indi. which actually makes an element, and we're going to make some sulfur today. So the reaction's quite cool. In the barking dog experiment, you have a mixture of the molecule carbon disulfide, CS2. It's just like carbon dioxide, but wait a minute. Deyir, bu reaksiyada karbon disulfid iştirak edir və indi karbon disulfidi bizə izah eləməyə çalışır professor. So this is a test tube, rather large test tube of laughing gas, N2O, and we're going to use that to make. Hal-hazırda sınaq şüşəsinin içərisinə N2O doldurulur. Reaksiya aparmağa hazırlaşırlar. So I have a model here. So it's CS2, which has a carbon in the middle and sulfurs at either end. So it looks just like in the model as a molecule of CO2, but it has sulfur there and there. Bəli, bu isə karbon disulfidin modelidir. Ortada karbondur, iki tərəfdə isə kükürt atomları var. And this molecule, CS2, will react with laughing gas. Bu karbon disulfid N2O, yəni şən qaz ilə reaksiyaya daxil olacaq. 2O. In the dark somewhere. So essentially, you're just using the laughing gas as a source of oxygen to burn this molecule. Deyir, bu reaksiyada əslində biz N2O-nu karbon disulfidi yandırmaq üçün bir oksigen mənbəyi kimi istifadə edirik. The reaction that we're going to do generates
generates a lot of light. Bizim reaksiyamız çoxlu There's a işıq ayırır for cameras and photography. və bu reaksiyada o məqsədlə ilk dəfə aparılırdı ki, foto flashlər dediyimiz o spiçka yox idi və o spiçkanı əvəz etmək üçün bir reaksiya kimi aparılırdı ki, çoxlu işıq ayırır. What happens is you get a very bright emission of a sort of bluish purple light. Bluish purple, yəni maviyə çalan bənövşəyi rəngdə bir işıq ayrılır. Nowadays was used for taking photographs before people had flash lamps. Və eyni şeydən danışır, fotoqrafda istifadə olunmasından. Set this off, and it would give a great flash of light, which could be used to take photographs. But because it's much slower than the flash, it makes people really have quite a surprised look. And this may well be by an old way in old photographs. People look so surprised because, my God, this thing has gone off. Whoosh! So we're on the hunt for Bəli, yəni insanların təəccübləndiyindən danışır bu işığın təsirindən. As the reaction takes place, it generates heat. okay. Bəli, və bu reaksiya nəticəsində həm də istilik ayrılır, deyir. It's vacant now. It's quite nice because we can turn all the lights off and make it a bit darker so you can see this reaction in its sort of best. Bəli, işıqları söndürürlər ki, reaksiya effektini aydın müzakirə edə bilək. A darker environment so we can really see the benefits from this chemistry. Neil's put some water in the bottom of the tube. And we're Bəli, dibinə bir qədər su yerləşdirirlər sınaq şüşəsinin dibinə və reagentləri əlavə etdilər və sınaq şüşəsini qarışdırırlar hal-hazırda ki, reagentlər bir-birini görsün. Flame goes down the tube. It accelerates because the reaction's going faster and faster, so it gives this great sort of whoop noise. Və deyir, bəli, və deyir, siz deyir onu alışdırdığınız zaman, yəni reaksiyanın baş verməsinə təkan vermiş olursunuz və reaksiya gedir. And the oxygen are all in the same phase and the reaction got a lot faster and the noise it made went a lot louder as well. Bəli. Pressure. Bu da Barking Dog eksperiment dediyimiz. So what you can see in the tube here is actually the result or the aim of our chemical reaction today. Deyir, sınaq şüşəsinin diblərinə, kənarlarına yapışan kükürtdür. Is a thin layer of polymeric sulfur. Karbon disulfiddən ayrılan kükürt. Sulfur coating the side of the glass flask itself. Now I'm really fortunate because I'm just going to go back to my office and prepare a lecture and leave Neil to clean this. Bəli, sonra bunu təmizləmək haqqında deyir. We'll just yeah. Bəli, daha bir eksperiment. Filled up my vessel with some oxygen. So this is liquid oxygen which we Maya oksigenlə doldurduq, deyir, sınaq şüşəmizi. use it to drive off all of the non-combustible nitrogen from inside this glass vessel. Look at all that oxygen floating around the bottom of that flask. That's really cool. Maya oksigendir, fikir verirsinizsə, sınaq şüşəsinin dibində. Bəli. Really nice experiment. Fikir verin, yəni maya oksigen görün necə də hərəkət edir. Really quite crazy stuff. Və bu da kükürtdür Sulfur. və bir miqdar kükürt götürürük. Originally, when we decanted it out, we spelt the name wrong. So. Who's responsible for that? It's a very old friend of mine, and I couldn't possibly give you his identity because he'd be really, really angry, wouldn't he, Neil? And it wasn't Neil. So here we got a small amount of sulfur that we're going to put on the tip of this. Bəli, və bir miqdar kükürdü Start qızdırırıq over the top, so it's on fire, and then we'll just və yandırırıq və oksigen mühitinə daxil edirik. sulfur burning. Fikir verirsinizsə, See now, bəli, they're really quite oksigen mühitində kükürt yanır a lot of SO2. və kükürdün oksigendə yanması reaksiyası aparılır hal-hazırda. You can see the really rich, intense blue flame as that Mavi alovla, burning in that excess oxygen. Bəli. atmosphere. Yanır. So this is actually a sort of geological sample of sulfur. So you can bu see da actually, kükürt tərkibli minerallardan on the biridir. bottom we actually got a rock and the sulfur crystals have actually formed on top. Üstündə kükürt kristalları var. So actually sulfur does occur naturally. I think it's been known since ancient times. Kükürt təbii şəkildə tapıla bilir, onu qeyd eləyir. The hell is supposed to smell like sulfur, which is brimstone. But actually sulfur itself doesn't actually smell. Kükürdün özündən qoxu gəlmir Smell is actually sort of oxidized material and high Bəli. sulfur. və özündən kükürdün qoxu gəlmir və gələn qoxu onun birləşmələrindən gəlir. It was picked up by one of my colleagues on his honeymoon. You see, he was thinking about chemistry even on his honeymoon. Though I don't think he told his wife that. I have a feeling, but I could be wrong, that this actually, I bought this sample in Oxfordshire, where I used to live,
and I think it's actually from Brazil. Braziliyadan olduğunu deyir. Bu Using up on the sulfur, nümunənin. the flame will die down until it'll eventually go out. Cool. There you go. Bəli. Beləliklə bizim kükürt haqqında olan reaksiyamız da, təcrübəmiz də bitdi və biz davam edirik növbəti selen. Selen də çox maraqlı elementdir. Gəlin başlayaq. Selenium. Selendir hal-hazırda burada. So selenium is an element that's quite like sulfur. Selenium deyir, xüsusiyyətinə görə kükürdə oxşuyur. Selen, Has its yəni common form in S8 rings, whereas selenium exists in its more common form as long chains of selenium atoms. selen deyir daha çox zəncirvari strukturda mövcud olur və selen atomları bir-birinə qoşulub uzun zəncir əmələ gətirir. And if you shine light on these chains, they start conducting electricity. Və deyir onların üzərinə düşəndə o elektrik cərəyanını keçirən olur. Çünki selen yarım keçiricidir, bunu bilirsiniz. So selenium was the material that was used in some of the early photocells for things like burglar alarms and doors that open themselves and so on. Və deyir ilk primitiv belə deyək də foto elementlərin hazırlanmasına selendən istifadə olunurdu. So here's a sample of selenium, and we're going to unpack it from the box here. Və bu selen var bunun içərisində və bu qutudan selen has çıxacaq. a number of other applications. Perhaps the one that amuses me most is that it's used in shampoos. Bəli, Some people as selenin şampunların hazırlanmasında istifadəsi də var. get dandruff, which is caused by bacteria on their scalp. And if you use Və saçımızda bakteriyaların əmələ gəlməsini gecikdirir, ləngidir. Mikroorqanizmlərin inkişafını. which is a ring, which is a mixture of sulfur and selenium, this can be added to shampoo and will act as a bactericide and will kill the bacteria that cause dandruff. Bəli, və deyir, kükürtlə selenin birləşmələrinin deyir şampuna əlavə olunması təbii ki, bu bakteriosid, yəni bakteriyaları öldürən maddə təsirini göstərir şampun içində. Let's see what comes out. You can hear it. And here you can see the selenium. Bəli, bu da Wonderful selen. black compound. Beautiful element. Again, this is a mineral which is useful for us, and in fact, many people often take selenium as an additive to their diet. However, you have to be careful because the compounds that make our sweat smell are sulfur compounds. So if you get selenium into the body, then you make similar compounds of selenium but which smell much worse. Və deyir, kükürdün deyir birləşmələrindən fərqli olaraq selenin birləşmələrindən daha pis qoxu gəlir, bunu qeyd eləyir. And so it is said that people get off the bus when selenium chemists get on. Deyir, əgər deyir avtobusa deyir selen birləşmələrinə işləyən kimsə minirsə hamı aşağı düşür, yəni qoxudan təbii ki. Tellurium is even worse still. Və qoxulu birləşmələr demişkən deyir, tellurun birləşmələri bunlardan daha faciəvi qoxur. Belə, bu da çox maraqlı bir video və nəhayət tellura gəldik. Görək tellurun birləşmələrindən nə deyir? Tellurium is quite a nice element here. Tellur çox gözəl bir elementdir deyir. Carefully. Tellurium. Və bu da tellurdur. Nothing to do with it in my life. So this is a new one for me. This is tellurium powder. Bəli, tellur tozu It's inside mənim the üçün vial. yenidir deyir Open it. və açır, çıxarır. Glass vial. This one's going to be stubborn. This bell shaped here is a sample of tellurium. Bəli, tellur nümunəsidir. The reason, shall I hold it for you? So a sample of tellurium. Bəli, gör nə gözəldir. I'm slightly cagey about touching this because, as I think I explained with selenium, that if you ingest tellurium into the body, it can get into your sweat and make you smell enough to really drive people mad. And, Bəli. Çox maraqlıdır ki, deyir, əgər sizin təriniz deyir tellura toxunursa, bu zaman əmələ gələn deyir pis qoxulu birləşmələr artıq sizə insanların sizdən uzaqlaşmasına səbəb olur və bu səbəbdən də professor əlini tellura da toxundurmadı. These crystals like this one can be cut up and mounted into a piece of apparatus like this. So a chemist won't deal with all the elements on the periodic table in his career normally? No. Very few chemists will deal with more than
perhaps a handful of different elements. So this is the tellurium, and this is very high standard material. 3 grams of the tellurium material, and you can see it's a very dark powder. Bəli. Və əvvəlki söhbətində bayaq digər adamla söhbətində deyir ki, o çox az bir kimyaçı varsa ki, tellurun bu qədər miqdarını əlinə götürüb və miqdarı da deyir 3 qram olduğunu deyir. Bottom of the vial. It was used in this piece of apparatus to shine in an infrared laser that's like a heat ray at one frequency, and it came out as twice the frequency. So you can use it to change the effect of the lasers. İnfrared lazerlərdə şüanın tezliyini dəyişdirmək üçün araya deməli tellur qoyulmuşlar. Bu da yeni bir məlumat. Unfortunately, the guy doing it didn't make a very good job of it, and you can see he's completely burnt the surface of this piece of tellurium. Bəli, və deyir bu yaxşı işlənməyib, yəni belə deyək də işi düzgün görülməyib deyə üzərində müəyyən qədər yanıqlar əmələ gəlib. So the main use of tellurium is as components like this for laser optics. Və deyir, bu deyir həm də tellurun tətbiq sahələrindən biridir lazer optikasında. And it's not widely used in chemical industry or similar areas. Və deyir ondan deyir kimya sənayesində daha az istifadə olunur. Yəni bayaqki səbəblərdən qoxu və s.ə.yə görə daha az orada tətbiq olunur. Və bu da maraqlı bir video idi və nəhayət biz gəldik son videomuza. Son videomuz isə polonium haqqındadır və bununla da bitiririk. Polonium was another element discovered by Madame Curie. Madame Curie Polonium deyir Madame Curie, yəni Maria Skłodowska Curie'dən danışır. Maria Curie tərəfindən kəşf olunan başqa bir elementdir deyir. Polish. Və Maria Curie Polyak idi, Polşadan idi. Ona görə də elementi öz ölkəsinin şərəfinə adlandırdı təbii ki. Most of her research, if not all of it, in Paris. Amma tədqiqatlarını Parisdə apardığını qeyd edir. So polonium is named after Poland. Və buna görə də Polşanın adı ilə adlanıb Maria Curie'nin istəyi ilə. And polonium is an element which has been not very important until the invention of atomic bomb. Və deyir nüvə silahının, yəni atom bombasının kəşfinə qədər polonium ilə bir əhəmiyyəti olmayıb. And then polonium became an absolutely crucial material because it is used or was used as a trigger in the center of the original atomic bombs. Və deyir o nüvə silahlarında mərkəzi hissədə alışdırıcı məqsədlə, yəni bombanı hərəkətə gətirən mexanizmin içində istifadə olunduğu üçün ondan sonra dəyəri artdı və kritik bir elementə çevrildi. One of the difficulty is that it has a very short half-life. Və deyir çətinliklərdən biri o idi ki, onun yarımparçalanma dövrü çox qısa idi, yəni ömrü çox qısa idi element olaraq. If you have a lump of polonium, half of it decays away in 138 days. 138 deyir, yəni 148, 30 deyir səhv eləmirəmsə, 30 demədi, 148 deyir və 148 gün ərzində onun aktivliyi 2 dəfə azalırdı, yarımparçalanma perioduna görə, fizikadan bunu bilirsiniz. So if you keep it too long, it's gone, Və deyir, siz onu uzun müddət saxlasanız təbii ki, effektini itirir or most of it's gone. və əksəriyyəti təbii ki, tam olmasa da. Therefore, in the early days of producing atomic bombs, that is with Hiroshima and Nagasaki and so on, the limiting factor in producing the bombs was actually a production of polonium for the trigger rather than the enriched uranium or the plutonium that was being used for the bombs themselves. Bəli. Və deyir, bəzi müəssisələr deyir, burada digərləri hansı ki, belə deyək də, digər elementləri zənginləşdirirdilər, uran və s. adını çəkir və bəzi müəssisələri deyişi sırf o idi ki, poloniumu zənginləşdirsinlər. Quite recently, polonium has had a new lease of notoriety because it was used in this tragic poisoning case where a large dose of polonium was given to an unfortunate Russian citizen visiting the UK. Bəli, və bu həmin o Rus ajanının Birləşmiş Krallıqda, United Kingdom, Birləşmiş Krallıqda zəhərlənməsi haqqında danışır. Orada ona radioaktiv polonium
izotopu verilmişdi, çayına qatılmışdı və ona görə də o ölmüşdü. Bunun haqqında maraqlı məqalə də var, oxuya da bilərsiniz. And it's still unclear where the polonium came from, but it is a very unusual material and difficult for ordinary individuals to find. Bəli. Və deyir poloniumla zəhərlənmənin maraqlı cəhəti odur ki, adi zəhərlərdən fərqli olaraq onu təyin etmək çətindir və həmin o cəsusun nədən zəhərlənib öldüyünü də təyin etmək təbii ki, uzun bir müddət vaxt aparmışdı. But if it's ingested, because it's decaying so fast, the radioactivity can cause all sorts of very unpleasant effects. Bəli. Və polonium 210 izotopudur, səhv eləmirəmsə, həmin izotop deməli radioaktivdir, öz-özünə parçalanır və alfa hissəciklər yayır. Məsələ burasındadır ki, bizim dərimiz alfa hissəcikləri qoruya bilir. Yəni biz onlardan, alfa hissəciklərdən dəri sayəsində qorunuruq. Amma məsələ burasındadır ki, paltar onu qorusa da içəridə əgər o bizim daxilimizdə parçalanırsa artıq o bizi öldürməyə qabildir. Məsələ də burasındadır ki, çünki içəridə parçalanır və təbii ki, orada bizim həmin o parçalanma ilə aramıza qoya biləcəyimiz bir sərhəd yoxdur. And again, it's probably poisonous as well. Bəli. Və təbii ki də onun zəhərli olduğunda son olaraq qeyd edilir və burada da yekunlaşdırır. Beləliklə biz bitirdik və ümid edirəm ki, bu sizin üçün faydalı bir videoçaq olmuşdur. Bu qədər, hələlik.